Salam, hər vaxtınız xeyir olsun. Əziz izləyicilər, müəllimlər, şagirdlər və biologiya sevərlərimiz. Biz bu dəfəki video izahımızda DİM 2025-ci il test toplusundan tənəffüs sistemi orqanları, qazlar mübadiləsinə aid olan testlərin izahını verəcəyik. İzahlara keçməmişdən öncə demək istəyirəm ki, aprelin 1-dən inşallah bizim təkrar qruplarımızla dərslərimiz sürətli şəkildə başlayacaq. Qoşulmaq istəyənlər 055 634 73 41 nömrələri ilə WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər. Dərs vaxtlarımızda 1-ci 4-cü gün 19:30 olacaq, 21:30 olacaq və 2-ci 5-ci gün 19:30-da olacaq. Hansı qruplara istəsəz qoşula bilərsiniz. Keçək testlərimizin izahına. Birinci sualda bizə deyilir ki, aşağıda söylənənlərdən hansı düzgündür? Spirometrlə nəyi ölçürlər? Spirometrlə təbii ki, ağciyərin həyat tutumunu ölçürlər. Yəni birinci sualın cavabı A bəndi olacaq. İkinci sualı, tənəffüs hərəkətinin dərinləşməsinin və tezləşməsinin səbəbi hansı variantda düzgün qeyd edilib? Təbii ki, qanda biz burada karbon qazının miqdarının artması zamanı tənəffüs hərəkəti daha dərin olur və daha sürətli olur ki, orqanizmə daha çox oksigen keçmiş olsun. Ona görə cavabımız D bəndi olacaq ikinci sualda. Üçüncü suala gəldiyimiz zaman, deyir insanın bədənində üzəri plevra qişası ilə örtülmüşdür ağciyərlərdir. Bizim cavabımız D bəndi. Dördüncü sualda, insanda venoz qanın arterial qana çevrilməsi baş verir ağciyər alveollarında, yəni cavabımız D bəndi. Beşinci sualda, insanın tənəffüs sistemində cüt orqanlar hansılardır? Demək, təbii ki, ağciyərlərimiz bizim cüt orqanlar hesab edilmiş olur. Sonra səs tellərimiz cüt orqandır və bronxlarımız nəfəs borusundan cüt şəkildə ayrılıb ağciyərə daxil olur. Bunlar cüt orqandır. Nəfəs borusu, udulaq tək orqanlar hesab edilir. Ona görə də cavabımız B bəndi olaraq götürməliyik. Altıncı sualda, insanda səs yarığı bərabər tərəfli üçbucağa bənzər şəkildə olursa, demək nədir? İnsan tamamilə susub, səsi də çıxmır, yəni. Ona görə cavabımız C bəndi olacaq. 7-ci sualda, qırtlağı bronxlarla birləşdirən orqan nəfəs borusu və yaxud da traxeyadır. C bəndi şəklində götürəcəyik biz cavabımızı. 8-ci sualda, sıraların hansında insanın tənəffüs sisteminə daxil olan orqanlar düzgün və ardıcıl göstərilmişdir? Burun boşluğu, burun udulaq, qırtlaq, nəfəs borusu, bronxlar və ağciyərlər şəklində olmalıdır. 8-ci sualın cavabı C bəndi olaraq götürüləcək. 9-cu suala gəlirik. Nəfəs borusu üçün doğru deyil. Qırtlaqdan sonra yerləşir, düzdür. Bronxlardan əvvəl yerləşir, düzdür. Hava aparıcı yollara aiddir, düzdür. Qapalı qığırdaq halqalardan ibarətdir, xeyr. Bax, bu səhvdir. Yarım halqa şəklində qığırdaqdan ibarət olmuş olur. Qapalı yox. Çünki arxasında qida borusu var. Qapalı olsa qida borusundan qida keçən zaman bizim qida borumuz genişlənə bilməz. Deşə-deşə gedər yediyimiz qida. Ona görə də yarım halqa şəkilli yarımçı qığırdaq halqalardan ibarət olur. Qığırdaq yarım halqalardan ibarətdir. Y bəndi doğrudur. 10-cu sualda. Qan aşağıda göstərilənlərin hansından keçdikdə öz tərkibində olan oksigenin maksimum miqdarını itirir? Ümumiyyətlə, oksigen qazının, karbon qazının mübadiləsi kapilyarlarda gedir. Burada da kapilyar sadəcə B bəndində var ki, hər hansı bir yığılan əzələ kapilyarından keçəndə oksigen keçəcək əzəliyə, karbon qazı keçəcək kapilyara. Ona görə maksimum miqdarını itirəcək. Burada siz bu tip suallarda yadınızda qalsın. Oksigenin maksimum miqdarını itirir deyirsə, böyük qan dövranına aid olan kapilyar götürün. Yox, karbon qazının maksimum miqdarını itirir deyirsə, burada siz ağciyər kapilyarlarını götürməlisiniz. 11-ci sualda nəfəs alma zamanı baş verə bilər. Nəfəs alma zamanı.
Nəfəs alma nə zaman baş verə bilər? A. Tamam. Nəfəs alma zamanı ağciyərlərdəki təzyiq atmosfer təzyiqindən az olanda, yəni atmosferdə çöldəki təzyiq çox olur, ağciyərlərdəki təzyiq az olduğuna görə çöldən havanı sıxışdırıb ağciyərin içərisinə doldurur. Çox olan yerdən az olan yerə doğru. Yəni cavabımız Y bəndi olur 11-ci sualda. 13-cü sualda bizə deyilir ki, insanın tənəffüs sisteminin bir hissəsini təşkil edən hava aparıcı yolların düzgün və ardıcıl göstərildiyi sıra burun boşluğu, burunlaq, qırtlaq, nəfəs borusu və bronxlardır. Cavabımız A bəndi olaraq götürüləcək. 13-cü sualda insanda sakit nəfəs alma prosesi zamanı nə baş verir? Nəfəs alırıqsa, təbii ki, ağciyərin həcmi artacaq. Sonra deyək ki, əzələlərə yəni tənəffüsə xidmət edən əzələlərdir. Qabırğarası əzələlər, diafraqm əzələsi yığılmış olacaq. Döş qəfəsinin həcmi artacaq, ağciyərin həcmi artacaq. Elə B bəndi burada bizim doğru cavabımız görsənmiş olur. Davam edirik. Demək 14-cü sual ilə. Burada deyir, insanda ağciyər qovurduqlarının divarı hansı toxumadan əmələ gəlib? Təbii ki, tək qatlı epitel toxumasından əmələ gəlib. Cavabımız D bəndi. 15-ci sualda insanda ağciyər plevrası əsasən hansı toxumadan, birləşdirici toxumadan yaranıb? B bəndi olacaq 15-ci sualda cavab. 16-cı sualda hansı nəfəs borusu üçün doğru deyil? Nəfəs borusu doğru değil. Ee, Döş boşluğunda yerləşmir ifadəsi doğru deyil də. Yəni bir hissəsi döş boşluğunda yerləşir axı bunun. Az bir hissəsi boyundadır, çox hissəsi isə döş boşluğunda yerləşir. Yəni bu ifadə doğru deyil. Cavabımız B bəndi olur 16-cı sual üçün. 17-ci sualda insanın qanında karbon qazı miqdarının çoxalması hansının fəaliyyətinin artmasına səbəb olur? Təbii ki, tənəffüsdə yəni neyniyir bu? Ağciyərin karbon qazı miqdarı artırsa, daha çox tənəffüs etməliyik. Daha çox tənəffüs ediriksə, demək ki, ağciyərin fəaliyyəti güclənməlidir və burada qazlar mübadiləsi daha çox baş verməlidir. Bu da tənəffüs prosesini tezləşdirir. Tənəffüsdə iştirak edən əzələlər, diafraqm əzələsi, qabırğarası əzələlərin fəaliyyətini artırır. Ona görə də cavabımız D bəndi olacaq 17-ci sualda. 18-ci sualda. Əgər xəsarət almış insanın plevra boşluğuna çoxlu hava dolmuşsa, onda ilk növbədə hansı fizioloji pozğunluq baş verə bilər? Ümumiyyətlə, plevra boşluğuna hava olmamalıdır. Orada plevra mayyəsi olmalıdır. Hava olduğu zaman orada pneumotoraks deyilən proses baş vermiş olur. Ağciyər büzüşür, boğulur, yəni insan nəfəs ala bilmir, təngi nəfəslik olur və nəticədə də uzun müddət keçərsə üstündən ölümü ilə nəticələnir insanın. Ona görə boğulma və təngi nəfəslik olacaq. Cavabımız D bəndi. 19-cu sualda əgər xəsarət almış insanın plevra boşluğunun hermetikliyi pozularsa, o bilavasitə hansı səbəbdən ölə bilər? Təbii ki, hava çatışmazlığından öləcək. Cavabımız A bəndi olacaq. 20-ci sualda bunlardan hansı oksigenin insan orqanizmində hərəkət istiqamətini düzgün əks etdirmir? Oksigen toxuma mayesindən hüceyrəyə keçir. Bu doğru bir fikirdir böyük qan dövranında. Ağciyərdən qana keçir. Bu da doğrudur. Sol qulaqçıqdan sol mədəciyə keçə bilir. Bu da doğrudur. Kapilyarlardan toxuma mayesinə keçir ifadəsi bu kiçik qan dövranında ağciyər kapilyarlarından toxuma mayesinə keçir. Oradan qan damarlarının divarlarına keçir. Qan damarlarının divarlarına keçir. Və oradan da demək qana keçir. Kapilyarlardan toxuma mayesinə yəni keçə bilir. Amma toxuma mayesindən qana oksigen keçmir. Yəni bu olmaz. Cavabımız Y bəndidir. Olmaz. Bu ifadə olmaz.
Gəldik 21-ci sualda. Bunlardan hansı karbon qazı insan orqanizmində hərəkət istiqamətini düzgün əks etdirmir? Qandan ağciyərə təbii ki, nə olacaq? Karbon qazı keçəcək. Baş verir bu. Böyrək hüceyrəsindən toxuma mayesinə, hüceyrədən çölə karbon qazı çıxır. Toxuma mayesindən qana, e, hüceyrədən, məsəl üçün, böyrək hüceyrəsindən toxuma mayesinə keçdi. Toxuma mayesindən də qana keçdi. Bu da baş verə bilir. Toxuma mayesindən qaraciyər hüceyrəsinə karbon qazı niyə keçsin ki? Yəni keçməz axı. Qaraciyər hüceyrəsi karbon qazı neyinir? Ehtiyacı yoxdur. Ona görə cavabımız D bəndi. Ağciyərdən də xarici mühitə keçə bilir. 22-ci sualda deyir ki, hansı qrafiklər insanda ağciyərlərdə qazlar mübadiləsiz zaman alveollarda atmosfer havasının tərkibinin dəyişməsini üstün göstərib su buxarı və azotun miqdarı. Su buxarı artır nəfəs verdiyimiz zaman azotun miqdarı da az qədər artır. 78%-3-dən 78%-7-yə qədər. Burada bizim cavab versəmiz görək nədir? Ha, bu da C bəndi. C bəndi. Gəldik. Sonra insanın ne oldu buna? Sağ ağciyər neçə paydan ibarətdir? Sağ ağciyər 1, 3, sol ağciyər 2 paydan ibarətdir. Cavabımız Y bəndə olur. 24-də insanda səs telləri olan orqan harada yerləşir? Nəfəs borusu ilə burun udulaq arasında. Cavabımız C bəndə qırtlaqdır da, yəni bu. 25-ci sual. İnsanın hava aparıcı yollarının başlanğıc və son orqanı hansıdır? Burun boşluğu ilə başlayır, bronxlarla qurtarır. Yəni cavabımız A bəndə olacaq bizim 25-ci sualda. Gəldik 26-cı suala. Nə verib bizə? Aha, hissələr göstəribdir. Deyir ki, aşağıdakı şəkildə hansı rəqəmi göstərmiş əzələvi orqan qabırğası əzələləri ilə birlikdə nəfəs alma və nəfəs vermə proseslərində iştirak edir. Bax, ağciyərin altında pərdə şəkilli əzələvi orqan diafraqmadır. 5 ilə göstərilib ki, bu da tənəffüs hərəkətlərində iştirak edir. 27-ci sualda insanda səs tellərinin vəziyyətini müəyyən edin. Az qədər açılıbsa pıçıldayır. 1-ci aiddir. Bərabər şəkilli üçbucaq formasındadırsa insan susub, demək 2-yə aiddir. Səs telləri bir-birinə toxunubsa, demək ki, bu danışır, 3-ə də B aiddir. 1-ə C, 2-yə A, 3-ə B, 27-ci sualın cavabı Y bəndi olacaq. 28-ci sualda ağciyər qovluqçuqlarında qazlar mübadiləsi zamanı aşağıdakilərdən hansı baş verməz? Qanda oksigenin qatılığı artmağa başlayar. Təbii ki, oksigen qana keçdiyinə görə qatılıq artmağa başlayacaq. Oksigen difuziya yolu qan plazmasına keçər. Bəli, difuziya ilə keçir. Qanda karbon qazının qatılığı artmayacaq. Əksinə azalacaq. Çünki ağciyərin içərisinə keçəcək. C bəndi bizim cavabımızdır. Karbon qazı difuziya yolu ağciyər qovluqçuqlarına keçir. Bu da doğrudur. Venoz qan arterial qana çevrilir. Bəli, bu da doğrudur. Cavabımız C bəndi oldu. Gəldik 29-cu sualda. İnsan tənəffüs zamanı 6000 sm kub hava udubsa, bu zaman onun toxumaları tərəfindən nə qədər oksigen istifadə olunub? Biz bilirik ki, 500 sm kub hava qəbul edəndə biz istifadə edirik havadakı 25 millilitr və yaxud da 25 sm kub oksigen. Bəs 6000 hava qəbul edəndə nə qədər olur? X qoyduq. X də bərabərdir. Cavabımız olacaq 300 santimetr kub. 6025'e vurup 500'e böləndə 300 santimetr kub olacaq. Yəni cavabımız Y bəndə olur 29-cu sualda. 30-cu sualda insanın utduğu havanın miqdarı 3000 santimetr kub olmuşsa, onun utduğu və buraxdığı havanın təqribən tərkibində neçə santimetr kub oksigen olmuşdur? 500 santimetr kub hava utduğumuz zaman onun tərkibində 105 santimetr kub oksigen olur. 3000'ə də x qoyacağıq. Bu eləyəcək x bərabərdir 630. Buraxılan havada da 80 olur da. 500'ə yenə 80 qoyacağıq.
3000'ə də x qoyacağıq. Bu da eləyəcək 480. 630, 480 cavabımız A bəndə eləyir. 31-ci sualda insanın tənəffüs zamanı 3000 sm kub hava udubsa, bu zaman onun ağciyər kapilyalarından neçə sm oksigen keçmişdir? Biz bilirik ki, 500 sm kub daxil olan zaman 25 qana keçir. 3000-ə də x qoyacağıq. Cavabımız eləyəcək 150. Yəni C bəndi. 32-ci sualda insanda nəfəs alma zamanı utduğu havanın temperaturu 20 dərəcə, rütubətliyi 10% olmuşdur. Bu göstəricilər nəfəs vermə zamanı necə dəyişər? Bədən temperaturumuz 36-16 dərəcə olduğuna görə utduğumuz havanı soyuq utsaq belə biz nə edirik? E, Onu isti şəkildə, temperatur qalxır. İsti şəkildə xaricələmiş oluruq və rütubətlik də artmış olur. Təbii ki, nəfəs vermə zamanı su buxarının miqdarı artır. Acı qış vaxtı görürsünüzmü? Ağzımızdan su buxarı necə çıxır? Ona görə cavabımız burada həm temperatur, həm də rütubətlilik artar şəklində olacaq. Y bəndi olaraq cavabımızı götürürük. 33-cü suala gəldik. Bizə deyir ki, insanda normal halda ağciyərlərin həcminin döş boşluğunun həcmindən asılı hansı qrafikdə düzgün göstərilmişdir? Ağciyərin həcmi artırsa döş boşluğunun da həcmi artır. Yəni burada cavabımız düz mütənasibdir. Azalanda da azalır da. Y bəndi olaraq cavabı götürməliyik. 34-cü sualda sakit tənəffüs hərəkəti zamanı toxumalar tərəfindən 4,75 litr oksigen mənimsənilmişdir. Litri həmən millilitrə çevirmək lazımdır. 1 litr, yəni 4,75 litr millilitrə çevirəndə minə vururuq. Bu eləyir 4750 millilitr. Yəni elə bu santimetr kubdur. Toxumalar tərəfindən mənimsənilir. Bu müddətdə insan neçə tənəffüs hərəkəti etmişdir? Bir tənəffüs hərəkəti zamanı bizim toxumalarımıza 21 santimetr kub oksigen keçir. 25 millilitr və yaxud da bir tənəffüs hərəkətində keçirsə 4750-yə də x qoyuruq. X də bərabərdir 4750-ni 25-ə böləndə cavabımız səhv etmirəmsə 190 olmalıdır. Yəni B bəndi. 35-ci sualda insanın utduğu havanın miqdarı 6000-dir. Bu zaman utduğu və buraxdığı havanın tərkibində nə qədər oksigen olar? Bunu bayaq yazılıq da elə bir ki, demək 500-ün içərisində 105-dirsə oksigen udulan havada 6000-ə də x qoydum. Bu elədi 1260. Buraxdığı havada da 80-dirsə 500-ə 80-dirsə 6000-ə də x qoydum. Bu da elədi 960. Demək, cavabımız 35-ci sualda B bəndi olaraq götürülməlidir. 36-cı sual. Əgər normal şəraitdə insan tərəfindən maksimum 3200 sm kub karbon qazı xaric olunmuşsa və ürək sikli 1 saniyə çəkibsə, bu zaman onun nəbz vurğularının sayı neçə olar? Əməli başlı riyaziyyatdır. Baxaq. Bir tənəffüs hərəkəti zamanı 20 sm kub xaric ediriksə, neçə tənəffüs hərəkəti zamanı 3200 karbon qazı xaric edəcəyik? X bərabərdir. Burada eləyir 160 tənəffüs hərəkəti. 16 tənəffüs hərəkəti 1 dəqiqə çəkdiyinə görə 160-ı 16-ya böləcəm. Tapacam ki 10 dəqiqə tənəffüs edir. 10 dəqiqə 600 saniyədir də, düzdürmü? Və ürək sikli 1 saniyə çəkibsə, 600-də böləcəm 1-ə. Tapacam ki, 600 dəfə bunun nəbz vurğusu olub. Cavabımız B bəndi. 37-ci sualda nisbi sakitlik halında 96 tənəffüs hərəkəti etmişdir insan. Bu müddətdə ağciyər kapilyalarına neçə litr oksigen daxil olur? Neyniyəcək? Bir tənəffüs hərəkətində ağciyər kapilyalarına 25 daxil olursa qana keçən. 96-nı vuracam 25-ə. Görək, bu səhv etmirəmsə
2,4 litr eləməlidir. Dəqiqə 96 vurulsun 25. 2400 millilitr eləyir. O da bərabərdir 2,4 litrə. Atmosferə maksimum neçə litr karbon qazı xaric olunur? Bir tənəffüs hərəkətdə 20 daxil olduğuna görə 96-nı da vuracaq 20-yə də. Bu da eləyəcək 1920 millilitr. O da bərabərdir 1,92 litrə. Yəni cavabımız A bəndə olur 37-ci sualda. 38-ci sual. Orta yaşlı nə oldu bu? Çox getdi. Orta yaşlı sağlam insanın ağciyərin orta yağ tutumunu hansı ifadə ilə təyin etmək olar? N əlavə havadır. Əlavə 1500-dür. Düzdür. Ağciyərin yağ tutumu da 3500-dür. Nə edəcəyik biz? N-i 2-yə vurarıq. Yəni 1500-ü 2-yə vurarıq. Olar 3000. Üzərinə də 500 gəlir. Olar 3500. Y bəndi. Aha. Son 7 sualımız qaldı. Ne deyir burada? 39'da orta yaşlı sağlam insanı ağciyər orta yağ tutumunu hansı ifadeyle təyin etmək olar? En ehtiyat havadır. Yine ehtiyat havanın miqdarı 1500 olduğuna göre 2'ye vurarıq. Olar 3000. Üzerine de 500 gələrək 3500 ağciyərin orta yağ tutumu hesablamış olaraq cevabımız B bəndi. 40-cı sualda da eni dəyişən hava verib 500 veribdir. 500-ün üzərində 3000 gələr ki, 3500 ağciyərin orta yağ tutumu olsun. Yəni cavabımız C bəndi. 41-ci sualda deyir, qrafikdə sağlam insanın sakit halda baş verən tənəffüs hərəkətləri zamanı qanına keçən oksigen qazının və xaricə buraxılan karbon qazının zamandan asılı qrafiki verilmişdir. Aradaki fərq 400'dür. Normalda 105 105 daxil olur. 80 deməli 20 də nə olur? E, qanına keçən oksigen qanına keçən deyir. 25 qanına keçir bir tənəffüs zamanı normalda. 20 də karbon qazı xaric olur da. Düzdürmü? Arasındakı fərq nə qədərdir? 5 santimetr. İndi norm bir tənəffüs hərəkətində bu fərq 5 santimetr kubsa neçə tənəffüs hərəkətində 400 santimetr kub olacaq? 400-ü 5-ə böldüyümüz zaman 80 tənəffüs hərəkəti eləyəcək. Elədir. Deyir ki, aradakı fərq 400 olduğu müddət ərzində ətraf mühitə nə qədər oksigen qazı xaric edilir? Xaric edilən oksigenin miqdarı ətraf mühitə xaric edilen oksigenin miqdarı nə qədərdir? 80 santimetr kubdur da. 80 santimetr kubdur. 80 də 80'ə vuracağıq. Bu da eləyəcək nə qədər? 6400 santimetr kub. Yəni Y bəndi. 42-ci suala gəlirik. İnsan sakit halda tənəffüs zamanı 5 dəqiqə müddətində atmosferə maksimum neçə millilitr karbon qazı xaric edər? 1 dəqiqədə 16 tənəffüs hərəkəti eləyirsə, 5 dəqiqədə 5'i vuracağım 16'ya, tapacağım 80 tənəffüs hərəkəti olur. Hər tənəffüs hərəkətində də 20 santimetr karbon xaric edibsə, 80'i vuracağım 20'yə, olacaq bizim cavabımız 1600. 43-cü sualda. Aha, deyir ki, tənəffüs prosesində oksigen keçdiyi struktur və mühitlərin düzgün hazırlığını müəyyən edin. Demək, birinci oksigen harda olur? Alveolun boşluğunda. Düzdür, 3 ilə başladır. Sonra keçir alveolun divarına. 4. Düzdür. Alveolun divarlarından keçir kiçik qan dövranının kapilyarlarının divarlarına. 5. Buradan kiçik qan dövranının kapilyarının divarına keçir qana. 1. Qanla gəlir böyük qan dövranının içərisində, böyük qan dövranının kapilyarlarının divarlarına 6 və oradan da keçir hüceyrə arası mayeyə, oradan da hüceyrəyə geçmiş olacaq. 3, 4, 5, 1, 6, 2. Bu şəkildə qeyd elədik. 44-cü sualda insanda nəfəs vermə zamanı havanın tənəffüs yerindən keçmə ardıcıllığını müəyyən edin. Alveollardan başlanğıc götürəcək, keçəcək
Bronxiyollara, bronxiyollardan bronxlara, oradan traxeaya, traxeadan qırtlağa, qırtlaqdan da udulağa, oradan da e, burun udulağa və qırtlağa, burun boşluğuna gələcək. Yəni cavabımız 1, 3, 5, 4, 2. 45-ci sualda sağlam insanın ağciyərlər üçün verilən həcmlərin artma sırası ilə düzün. Dəyişən hava, ehtiyat hava, qalıq hava. Dəyişən hava 500-dür, ehtiyat hava 1500-dür, qalıq hava 1000-dir. Artma sırası ilə deyirsə 1, 3, 2 şəklində düzəcəyik biz cavabımız. Belə əzizlərim, bu dəfəki test izahlarımızdan bu qədər. Sağ olun, hələlik.